Bismillah, dəyərli dostlar, bu günlər inşallah sizinlə danışacağıq aromatik karbohidrogenlər. Yəni karbohidrogenlərin sonuncu mövzusudur. Dostlar, aromatik karbohidrogenlər necədir? Ümumiyyətlə, daxilində bir və yaxud da bir neçə dənə benzol həlqəsi olan karbohidrogenlərə biz aromatik karbohidrogenlər deyəcəyik. Aromatik karbohidrogenlərin ilk nümayəndəsi belə benzolun özüdür. Yəni bir dənəgilə benzol nüvəsi olan maddədir. Və biz bunları ayıracağıq iki dənə qrupa. Bir nüvəllər, bir də çox nüvəllər. Bir nüvəllər dediyimiz bu benzol maddəsidir. Bu arada uşaqlar, bir nüvəli də deyirəm. Bu gördüyünüz bu eybəcər şey var uşaqlar. Yəni belə altıbucaqlıdır, içərisində də bir dənə dairə. Buna biz benzol nüvəsi deyəcəyik. İndi birazdan onun quruluşu ilə daha ətraflı danışacağam sizə. Əgər görsəz ki, bu eybəcər şeydən bir dənə var, biz bir nüvəli maddə deyəcəyik buna. Bir nüvəli deməli aromatik karbohidrogen deyəcəyik. Yox, əgər çox varsa çox nüvəli deyəcəyik. Məsələn dostlar, naftalin, difenil və benzopren bunlar nədir dostlar? Çox nüvəlidirlər. Bu arada bir şey deyim dostlar. Naftalin və benzopren deyilənə görə kanserogen maddədir. Və dostlar, naftalini əvvəllər istifadə edirdilər. Nə üçün? Bu döşəklərin falan arasına qoyurdular, həb şəklində. Qoy döşəklərə falana güvə falan daraşmasın. O məqsəd üçün istifadə edirlər. Sonra dedilər ki, o kanserogendir, daha bunu qadağandır, elə istifadə eləmirlər. Və bir də uşaqlar orada benzopren deyilən bir maddə var. Bu da avtomobil tüstülərində ola bilir ki, bu maddə də kanserogendir. Keçək növbəti məsələmizə. Dəyərli dostlar, indi bu səhərdən benzol deyirdi ya. Gəlin elə onun özünə baxaq. Yəni benzol bir nüvəli aromatik karbohidrogenlərdən danışaq. Hansı ki, onların içərisində bir dənə bu eybəcər həmin o altıbucaqlı içərisində dairə olan şeylər var deyə onunla danışacağıq. O və onun əmsi uşaqlarından da belə deyək, bir neçə dənə benzol nüvəsi olanlardan danışmayacağıq. Dostlar, birinci, bunların ümumi formullarına CnHC-6 deyəcəyik. Fikir verin, n də böyükdür, bərabərdir 6-dan. N-in yerinə 6 qoysaq, C6H6 deyə bir şey alacağıq. Bu bizim benzoldur. Ümumiyyətlə, benzol da belə təxmin olundu ki, ümumiyyətlə, karbon atomları arasında əgər bir qat rabitə olarsa, onun uzunluğu 0,54 nanometr olmalıdır. İki qat rabitə isə 0,34 nanometr olmalıdır. Onda belə çıxır ki, benzolda çox eybəcər bir quruluş alınmalı idi. Amma benzola baxırlar ki, karbonlar arasındakı rabitə uyğun olaraq baxın, tam eynidir. Bəs bu necə oldu? Bunun necəliyini araşdırdılar alimlər. Sonra baxdılar ki, sən demə, buradakı karbonların hər biri, bu təpə nöqtəsindəki karbonların hər biri sp2 hübləşmə vəziyyətindədir. Bu nədən deməkdir? Uşaqlar, sp2 dedikdə karbonun xarici elektron təbəqəsində 4 dənə elektron var. Əgər sp2 deyiriksə, yəni bir dənə s, 2 dənə p gedir. Axı 4 dənə elektron idi. 4 dənə daha doğrusu orbital var idi. Hansı ki, o orbitalların hərəsi də tək elektronlu idi. O orbitallardan 3'ü getdi. Axı bir dənəsi qalır. Həmin o bir dənəsi də pi rabitə əmələ gətirməyə müsaiətdir. Sadəcə olaraq hər karbonda bir dənə boş qalan o pi rabitəsi var. Bunlar da yandan bir-birlərindən əl-ələ tutuşaraq, baxın, ümumi bir pi sisteminə əmələ gətirirlər. Bir dənə fərqli rəng desək. Baxın, görürsünüz, yanlardan bir-birinə tutuşaraq ümumi 6 atomlu pi sisteminə əmələ gətirirlər. Ona görə də tam dəqiq desək, bunlarda pi rabitə yox, 6 atomlu ümumi pi sistemi var dostlar. 6 daha doğrusu elektronlu. 6 elektronlu ümumi pi sistemi var. Dəyərli dostlarım, pi rabitəsi yoxdur. Yəni deyə bilərsiniz ki, ay müəllim, görəsən bu şəkildə mi formul düzdür, yoxsa bu şəkildə mi formul düzdür? Uşaqlar, hər ikisi doğrudur. Heç birində problem yoxdur. Ona görə də bunları bu iki cür təsvir eləməkdənsə ən çox elə bu təsvirə üstünlük vermək lazımdır. Çünki bilmək olmur da hansı tərəfdədir həmin o iki qat rabitələr. Sanki iki qat rabitələr onsuz da yoxdur. Belə deyilir, səpələnib bunların arasında. Dostlar, hər bir karbon atomu, təpə nöqtədəki hər bir karbon atomunda belə bir dənə hidrogen saxlaya bilir özündə. Bu şəkildədir. Dahası, dəyərli dostlar, gələk bunların adlandırılması məsələsi. Adlandırılması məsələsi sikloalkanlara oxşuyur. Yəni, xatırlayırsınız, orada demişdik, nömrələməni elə aparmaq lazımdır ki, kiçik radikaldan başlayacaq və nömrələri oxuyanda
deməli, radikalların birləşdiyi karbonların nömrələri bacardığı qədər kiçik ədəd olmalıdır. Elə nömrələmə aparmaq lazımdır. Burada da həmçinin elə qaydamız var. Dostlar, deməli nə edəcəyik? Radikalların adını oxuyacağıq. Kiçikdən böyüyə təbii ki, yerlərini göstərməklə, axırda da benzol sözü deyəcəyik. Dostlar, birinci maddəmizə baxın. Bir dənə metil qrupu birləşib. Daha burada nömrə göstərməyə ehtiyac yoxdur. Buna biz deyəcəyik metil benzol və yaxud da tarixi adı toluol. Növbəti maddəmiz. Bu gördüyünüz radikal, uşaqlar, ortadan birləşmiş bir radikal idi. 3 karbonlu və ortadan birləşən radikal da izopropil radikal adlanırdı. Ona görə biz bu maddəyə izopropil benzol deyəcəyik və yaxud da dostlar kumol deyəcəyik. Tarix adı kumoldur. Bu arada dostlar kumolu bəzən şagirdlər daha çox bu şəkildə görürlər. CH, CH3, burada da bir benzol nüvəsi. Yəni heç qorxum narahat olmayın. Bunlar elə hər ikisi eyni şəkildə olan bir maddədir. Bu da kumoldur. Sonra fikir verdinizsə, bir dənə radikal varsa biz nömrə çəkmədik. Amma əgər çoxlu radikallar varsa nömrələri qoyacağıq. Yəni baxın, biz nömrələyəcəyik 1, 2, daha o birilərini deməyə ehtiyac yoxdur. Buna deyəcəyik 1, 2 dimetil benzol və yaxud da baxın 1, 2, 3. 1, 3 dimetil benzol və yaxud da 1, 2, 3, 4. 1, 4 dimetil benzol. Yəni bu şəkildə deyə bilərik. Bundan əlavə uşaqlar, bunların tarixi adı ksilollardır. Sadəcə dostlar, bax bir dənə buna fikir verin. Bax bu M hərfinə oxşuyur. Yəni bunu tərsinə belə yazsaq, bu metronun M-sına oxşuyur. Buna deyirlər M ksilol. Təsəvvür edin uşaqlar. Bunu biz xəyalən birləşdirsək, benzolu iki yerə paralayır. Biz buna deyərik P ksilol. Bir dənə də yerdə qalan var, O ksiloldur bu da. Deməli dostlar, M ksilol, O ksilol və P ksilol deyə bunların digər adları da var imiş. Dahası, əzizlərim, burada bir dənə məqam var. Əgər biz benzol halqasından bir hidrogen qoparsaq, aril radikalı əmələ gələcək. Amma benzol halqasından uşaqlar. Yəni fikir verin, benzoldan, yəni C6H6-dan bir dənə hidrogen çıxarmışıq, əmələ gələn radikal fenil radikaldır. Bu alil radikaldır, aril radikaldır. Amma dostlar, mən yan şaxədən bir dənə hidrogen qopartsam, bu radikal, uşaqlar, aril radikalı deyil, təsəvvürdə də qabağımıza çıxacaq bu. Ki, halqanın özündən mi çıxarıbsan, yan şaxədən mi çıxarıbsan hidrogen? Halqanın özündən çıxarıbsansa, problem yoxdur, bu aril radikaldır. Yox, yan şaxədən çıxarıbsansa, bu aril radikal deyil. Bir də bunun adı şagirdləri çox vaxt çaşdırır. Şagird fikirləşir ki, benzoldur, bir dənə hidrogen çıxarsan benzil qalar. Yox uşaqlar, elə deyilmiş. Əslində bu gördüyünüz maddə toluoldur. Toluolun yan şaxəsindən hidrogen çıxarılan benzil adlanır. Bunu uşaqlar aman da diqqətli olun. Hə, benzolun özündən çıxarsan benzil yox, fenil radikalı əmələ gələcək. Bu inşallah ki, sizin qabağınıza çıxacaq. Dahası, bunların izomerliyi məsələsi. Bütün karbohidrogenlərdə olduğu üçün bunlarda da uşaqlar izomerlik, quruluş və optik izomerlik bunlarda da var. Mən optik izomerliyə burada toxunmayacağım. Çünki zaten testlərdə də sizin kitabınızda da bura toxunmayıbdılar. Sadəcə quruluş izomerlinə toxunacağım. Uşaqlar, bir dənə diqqətli olaq. Bax, maddəmizi yazırıq. Birinci maddəmizi mən qapalı şəkildə yazsam, belə yazsam. C6H5, C2H5. Deyilmi? İkinci maddəmizi yazıram, baxın. C6H4, CH3 2 dəfə. Fikir versəz, hər ikisində karbon sayısı 8 dənədir. Hər ikisində hidrogen sayısı 10 dənədir. Növbəti maddəmizi yazsaq, yenə də C6H4, CH3 2 dəfə. Yəni yenə də 10 dənə hidrogen və daha doğrusu CH3 olmalıdır burada. 10 dənə hidrogen və 8 dənə karbon hər ikisində yenə də var. Deməli dostlar, bunlar bir-birinin izomerləridir. Belə çıxır ki, bunlarda quruluş izomerliyində ola bilər ki, radikalların yerləri fərqli olsun. Ola bilər ki, radikaldakı karbon sayısına görə izomerlik yaransın. Keçək növbəti məsələmizə. Deməli, dostlar, başlayaq bunların karbohidrogenlərində sənayedə alınma necə olacaq? Benzol homoloqlarının birincisi sənayedə alınma metodları neft və daş kömür qətranından alınacaq. Əziz və hörmətli dostlar, bu nə anlama gəlir? Ümumiyyətlə, daş kömür, nə olsun belə qıraqdan belə deyək də,
sadəcə qupquru bir şey kimi görünür. Amma biz əgər ondan bir məhsullar falanlar istehsal etməyə qalxsaq, görəcəyik ki, zəngin bir tərkibə malik maddələr imiş səndimə bu maddələr. Deməli, neyniyəcəyik? Dostlar, hava daxil olmadan bunları qəşəng qızdıracağıq və bunlardan istədiyimiz maddəni alacağıq. Belə bir şey var. Normalda təqribən söhbət burada 1000 dərəcə və ondan yuxarı olan temperaturdan gedir. Biz daş kömürü qızdırırıq və bu zaman alınır daş kömür qətranı. Və daş kömür qətranını da distillə eləyəcək, ondan sonra ondan benzol və onun homoloqları alacağıq. Təbii ki, burada biz reaksiya falan göstərməyəcəyik sizə, əziz dostlarım. Bunun reaksiyası falanına baxmayacaq. Sadəcə siz də nəyi bilməlisiniz? Bu da təbii ki, yəni böyük hissə fiziki proses olduğundan reaksiya zad heç nə göstərməyəcək. Keçək növbəti məsələmizə. İkincisi, biz alkanları dehidrogenləşdirəcəyik. Əziz dostlarım, bu nə deməkdir? Alkanların dehidrogenləşdirilməsi. Mən sizin üçün bir dənə heksan yazacağam. Sadəcə biraz eybəcər yazacağam. Baxın, heksan dediyimiz 6 karbonlu bir maddə idi. Yəni CH2, CH3, CH2, 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 CH3. Əzizlərim, bu bizim heksan. Biz nə edirik? Biz bunu dehidrogenləşdiririk. Yəni bunun başına nə oynatırıq? Gözümün işıqları, baxın, bu karbondan 2 dənə, bu karbondan da 2 dənə. Yəni CH3-lərin hərəsindən 2 karbon götürürük. Yerdə qalan hərəsindən də 1 karbon, daha doğrusu hidrogen götürürük. Yerdə qalan hərəsindən də 1 hidrogen götürürük. Nəhayətində ümumilikdə biz bundan 8 dənə hidrogen götürmüş oluruq. Yəni 4 mol hidrogen götürürük. Yerdə nə qalacaq? Bütün karbonlar CH vəziyyətinə keçmiş olacaq. Bax, bütün karbonlarımız olacaq CH vəziyyətində. Və təbii ki, bu karbonlar qapanacaqlar və ortaya da bir dənə belə həlqə düşəcək. Deməli, biz alkanları katalizatorun iştirak edən dehidrogenləşdirdikdə 4 mol hidrogen çıxarmaqla nə edirik dostlar? Alırıq arenləri. Sorum dahası, sikloalkanların da başına eyni oyunu aça bilərik. Və bu Zelenski reaksiyası adlanacaq. Yəni nə demək istəyirəm? Bir dənə götürün sikloheksan. Sikloheksanımızı yazırıq. CH2, 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 CH2. Bax, sikloheksan dediyimiz maddə bu mübarək zat idi. İndi mən hər bir karbondan bir dənə hidrogen çıxardacağam. Və ümumilikdə 6 dənə, yəni 3 mol hidrogen çıxarmış olacağam. Nəticədə hər karbonun bir hidrogeni qalacaq. CH, 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 aşağıda da CH, təbii ortaya da bir dənə belə bir nüvə düşəcək. Şu an mən bunu qapalı yazsam, belə yazsam. C6H14, bunu qızdırıram, 4 mol hidrogen çıxır və nəticə etibarıyla C6H6 alınır. Və yaxud da ikinci reaksiyamızda C6H12 idi. Buradan 3 mol hidrogen çıxır, yəni 6 dənə hidrogen çıxır. C6H6 alınır. Yəni qapalı formalarda bu şəkildədir reaksiyalarımızın. Dahası, dəyərli dostlarım, keçirik növbəti məsələmizə. Deyir ki, benzol və homoloqlarının sənaydə alınmasının növbəti metodu benzolun alkilləşmə reaksiyasıdır. Biz bunu uşaqlar 2 formada aparacaq. 1. Benzolun üstünə alkil halogenid gəlməklə. 2. Benzolun üstünə direkt alken gəlməklə. Bu arada uşaqlar bir şey deyim sizə. Dünyada Yusif Məmmədəliyevi alkilləşmənin kralı hesab edirlər. Təsəvvür edin, Azərbaycanlı bir alimi alkilləşmənin kralı hesab edirlər. Biz gəlin bu reaksiyalara baxaq. Deməli, neyiniyək? Birinci baxın, benzolun üstünə alkil halogenid gələcək. Yəni, benzolu mən biraz fərqli yazacağım. Baxın, belə yazıram. C6H6 yazmıram. C6H5H yazıram. Üstünə gəlirəm bunun nə? Alkil halogenid demişəm. Məsələn, uşaqlar, CH3 xlor. Gəlin belə eləyək, dostlar. Burada gördüyünüz bu xlorla bu hidrogen əl-ələ tutsunlar və nə əmələ gətirsinlər? Əmələ gətirsinlər H xloru. Yerdə nə qalacaq, uşaqlar? Birinci maddəmizdən C6H5 qalıbdır. C6H5. İkinci maddəmizdən də CH3 qalıbdır. Denən nə məcbur idi, bura belə sıx-sıx yazdım. Neçə o? Gördüyünüz kimi benzolun homoloqu, yəni toluol almağı bacardıq. İkinci, benzolun üstünə alken gələcək. Uşaqlar, mən yenə də eyni qaydada yazıram. Baxın, benzolumu yazıram. C6H5H və bir dənə alken. Məsələn üçün, uşaqlar, CH2, 2 qat tərəfdə CH2 yazıram.
Əzizlərim, bu hidrogeni göndərirəm bunun yanına ki, o CH3 olur. Və bu iki qat-qatda dağılır. Və nəticə etibarı ilə baxın, C6H5 xətt bunun hidrogeni vəfasızlıq elədi, getdi. CH2, CH3 alınır. Gördüyünüz kimi yenə benzolun homoloq alındı. Sonra növbəti metodumuz, yəni bu sənədə alınmanın son metodudur. Son metodu nədir? Asetlenin trimerləşməsi. Dostlar, bu da Zelenski-Kazanski reaksiyasıdır. Və nə baş verəcək burada? Hava daxil olmadan yüksək təzyiq altında 3 mol asetileni götürürük, başına oynaçırıq, aktiv kömür üzərindən keçiririk və alınır 1 mol C6H6, yəni benzol alınır. Bu arada uşaqlar, bu reaksiyada aman hava daxil olmamalıdır. Olsa partlayar. Keçək benzolun homoloqlarının laboratoriyada alınması metodu. Birinci metodumuz benzoy turşusunun duzlarına uyğun qələvi ilə təsir edəcək. Dostlar, bu bənzəyir alkanların oxşar metodundan alınması var. Ona bənzəyir. Benzoy turşusunun duzları dedikdə C6H5 COO bu benzoy turşusunun qalığıdır. Onunla nəsə birləşibsə, bu da benzoy turşusunun duzu olar. Məsələn, burada hal-hazırda siz C6H5COO natrium görürsünüz. Yəni benzoy turşusunun natrium duzudur. Üstünə yarım uyğun qələvi, yəni natrium qələvisini. Baxın, buradan bura qədər olan hissəni götürün. Təbii ki, o hissənin içərisində nə var? 2 dənə natrium var, natrium 2. Bir dənə karbon, 3 dənə də oksigen var. Yerdə qalan hissə nədir? C6H5 və H-dır. Onlar da birləşdirincə nə olur? C6H6 olur. Alın, təbrik edirəm sizin üçün benzol. Dahası fenolun üstünə sink tozu gələcək. Dostlar, fenol nə deməkdir? C6H5OH adlı bir maddə var. Biz buna deyəcəyik fenol. Ki, əzizlərim, onun üzərinə də sink tozu gələndə sink məharətlə buradakı hidrogenin başını aldadıb özünə birləşdirir. Nəticədə alınır sink oksid. Və yerdə nə qaldı? C6H5 qalmışdı, bir dənə də H qalmışdı. Onlar da bir-birinə birləşincə C6H6 qalır. Zat-ı mühtərəm C6H6-mız alındı. Keçən növbəti məsələmizə dəyərli dostlar, bunların fiziki xassələrinə. Ümumiyyətlə, bunların ilk nümayəndələri qəşəng gözəl iyilidir və digər nümayəndələri isə yavaş-yavaş qoxusuz və pis qoxulu maddələrdir. Yəni, əvvəlcə qoxusuz, sonra da pis qoxulu maddələrə keçid eləyirlər. Gələk benzolun özündən danışaq. Benzolun özü nədir? Adi şəhətdə rəngsiz, uçucu, spesifik ili mayedir. Və uşaqlar, sudan yüngüldür, suda da həll olmur. Dostlar, kimyanın ilk anlayışlarında belə buna aid sual var ki, aşağıdakı hansı maddəni deyək ki, durutma üsulundan ayırmaq olar? Təqribən belə bir sualdır. Dəyərli dostlar, siz bilməlisiniz ki, benzol suda həll olmayan maddədir və mayedir. Suda həll olmayan mayəndə durutma metodu ilə ayırırdılar, o ayırıcı qıfından ayırırdılar. Daha benzol özü əla həll edicidir. Deməli, əla həll edicidir o demək deyil, bu su ilə zanla bir-birini həll edəcəklər. Yox, suda həll olunur təbii ki. Digər maddələri həll edir. Məsələn, inşallah biz gələcəyinə görəcəyik ki, benzol, həmçində benzolun homoloqları bir çox maddələr üçün qəşəng həll edicidirlər. Buna görə də laboratoriyada bunları, qabları təmizləmək üçün bunlardan istifadə olunur. Dahası, benzol özü əgər soyuyacaqsa, ağ kristal kütləyə çevriləcək. Və dostlar, bunun özü də, həmçinin benzolun buxarları da zəhərlidir. Keçirik tolol. Tolol necə maddədir və yaxud da etil benzol. İkisi də bir-birinə oxşar maddələrdir. Bunlar da sudan yüngüldür, suda həll olmayan mayelərdir. Baxın, eynən benzoldakı kimi. Tolol benzol kimi əla həll edicidir. Ona görə də bunu istifadə edəcəklər fosfor və kükürt birləşmələrini həll etmək üçün. Həmçində bayaq qeyd etdiyim kimi laboratoriya qablarının yuyulması üçün əvəzsiz maddələrdir. Keçək növbəti məsələmizə. Dostlar, bunların kimyəvi özəlliklərinə baxaq. Yəni, kimyəvi xassələri dedikdə, bunlar hansı maddələrin reaksiya daxil olur, hansı maddələrin reaksiya daxil olmur. Birincisi, bunlar dostlar əvəz etmə reaksiyasına daxil olacaqlar. Bunu da nitrat turşusu və halogenlə eləyəcəklər. Sonra birləşmə reaksiyasına daxil olacaqlar. Bunu da hidrogenlə və halogenlə eləyəcəklər. Və dahası oksidləşmə reaksiyasına daxil olacaqlar. Biz bunu iki formada öyrənəcəyik. Həm yanma, həm də katalitik oksidləşmə formasında öyrənəcəyik. Bismillah, gəlin. Birinci baxaq əvəz etmə reaksiyalarına. Birinci əvəz etmə reaksiyası dostlar nitrat turşusu ilə reaksiya. Baxın, burada bir fərqlilik var. Öncə gəlin benzolun özünün nitrat turşusu ilə reaksiyasına baxaq. Benzol özü C6H6-dır. Mən bunu biraz qəribə yazıram. C6H5H yazıram. Üstünə gəlim nitrat turşusu. Əzizlərim, nitrat turşusu HNO3-dür. Mən bunu biraz qəribə yazsam HONO2 yazacağam. Yəni toplayın yenə də HNO3 verir. Burada nə baş verəcək? Dostlar, buradakı OH qrupu, buradakı H qrupu ilə əl-ələ tutaraq HOH əmələ gətirirlər, yəni su. Üstə gəlirəm. Yerdə nə qaldı dostlar?
Birinci maddənin C6H5, ikinci maddənin də NO2. Bunlar da yan yana yazıram. C6H5NO2. Dostlar, biz gördük ki, 1 mol benzolun nitrolaşmasına 1 mol nitrat turşusu tələb olundu. Amma bütün benzolun homoloqları bunu belə eləyirmi? Xeyr. Benzolun bir homoloqu var dostlar. Toluol. Yəni CH3. Burada da bir benzol nüvəsi. Bu dostlar 2, 4 və 6 vəziyyətində olan karbonlardır ki, onların hidrogenləri metil qrupun təsirindən mütəhərrikləşir. Ay mənim, bu nə deməkdir mütəhərrikləşmə? Yəni əvəz olunmağa meyilli olurlar bir balaca. Yəni bir daha sonra təsir ilə o qopub ayrılsın. Üstünə gəlirəm, bu zaman 3 mol nitrat turşusu tələb olunacaq. Baxın, bayaqları biz deyirdik ki, 1 mol nitrat turşusu tələb olundu fenol, benzolun özü üçün. Amma indi 3 mol nitrat turşusu tələb olunacaq. Əzizlərim, bu reaksiyadan nə alınacaq? Baxın, bu 3 dənə HO 2, 4, 6 vəziyyətində olan karbonlardan hidrogenləri götürür. Həmin o karbonların bir dənə hidrogenləri vardı. O hidrogenləri götürür. Nəticə etibarıyla 3 mol su alınır. Və yerdə nə qalacaq? Yerdə qalacaq CH3. Baxın, bu bizim benzol nüvəsi. Və 2, 4, 6 vəziyyətində hidrogenlər çıxıblar, əvəzinə NO2 qrupları birləşirlər. Biz buna deyəcəyik 2, 4, 6 trinitrotoluol və yaxud da baxın TNT, trinitrotoluol və yaxud da uşaqlar buna belə bir şey deyə bilərik. Trotil və yaxud da tol. Bu arada müasir bombaların partlama gücü buna nəzərən götürülür. Məsələn, deyirik ki, filan bombanın partlama gücü deyək ki, 2 kiloqram trotil ekvivalentidir. Yəni, 2 kiloqram trotil partlayanda nə qədər dağıdıcılıq eləyəcəksə, o bombanın gücü də buna bərabərdir. Yəni, təsəvvür edin, bombaların partlama ekvivalenti bu gördüyünüz TNT maddəsidir. TNT özü partlayıcı bir maddədir. Dahası, dəyərli dostlar, keçək növbəti məsələmizə. Ümumiyyətlə, belə bir şeydir. Sarımtıl rəngli olan bir bərk maddədir, dostlar. Bunu biraz da press deyirlər. Təqribən qıraqdan baxanda bir plastilinə oxşayır bir balaca. Keçək növbəti məsələmizə. Dostlar, deməli, benzolun üstünə əgər biz halogen gəlsək, bu katalitikdirsə, proses bir balaca qəliz gedəcək. Baxın, əgər ferium brom 3 katalizatoru və yaxud da ferium xlor 3 katalizatorudursa, bir dənə hidrogen əvəzlənəcək xlorla. Yəni, nə demək istəyirəm? Bu bizim benzol C6H5H. Baxın, belə yazıram. Üstünə gəlirəm, xlor 2. Xlor 2-ni uşaqlar, mən xlor yazıram. Burada əgər görsəniz ferium xlor 3 və yaxud da ferium brom 3 katalizatorudursa, bir dənə hidrogen, bir dənə halogendən əvəzlənəcək. Nəticədə nə olacaq uşaqlar? Hidrogenlə halogen əl-ələ tutdu. Nə əmələ gətirdi əzizlərim? H xlor, H halogen əmələ gətirdi. Üstə gəlirəm. Yerdə nə qaldı? Birincidən C6H5 qalıb əzizlərim. İkincidən də nə qalıb? Xlor qalıb. Bunlar da bir-birinə birləşdirirsiniz. Gördüyünüz kimi bir dənə hidrogen, bir dənə xlorla əvəzləndi. Amma alüminium xlor 3 katalizatoru olarsa, bunu belə ayıraq. Məsələn, uşaqlar, mən benzolu uşaqlar belə deyək, bir balaca qapalı yazıram. Ya da heç qapalı yazmaq da ehtiyac yoxdur. Elə belə yazıram. C6H6 üstünə gəlirəm xlor 2. Bu dəfə alüminium xlorid katalizatoru istifadə edirəm. Əzizlərim, burada bütün hidrogenlər, bütün halogenlərlə əvəzlənəcək. Nəticə etibarıyla C6 xlor 6 qalacaq. Baxın. Və üstünə gəlirəm H xlor. Fikir verilsə, da hidrogen qalmadı. Sadəcə olaraq nə qaldı dostlar? Heksaxlor benzol alındı və gördüyünüz kimi hidrogen qalmadı. Sadəcə karbon və xlor qaldı. Mən uşaqlar bu maddələrin quruluşunu hər ehtimalla sizin üçün yazıram. Baxın, C6H5 xlorun formulu bu şəkildədir. CH, baxın belə bir şey. CH. Bir dənəciklə karbonda sadəcə H yox, xlor var. Benzol nüvəsi də yerindədir gördüyünüz kimi. Bu nədir? Bu bizim C6H5 xlor maddəsinin formuludur. Bir də uşaqlar, başqa bir şey var. İkinci maddəmiz. Fikir verin, C6 xlor 6. Bunun formuluna baxaq. Burada C xlor, fikir verin, H-dan əksər əlamət yoxdur. C xlor, C xlor, C xlor, C xlor, C xlor. Amma yenə də benzol xaricəsi yerindədir. Gördüyünüz kimi hidrogendən əsər əlamət yoxdur. Keçək növbəti məsələmizə. Bunların hidrogenləşmə reaksiyası. Bayaqlar biz belə bir şey demişdik. Demişdik ki, əgər sikloheksandan 3 mol hidrogen qoparsaq, əmələ gələcək
benzol nüvəsi. Uşaqlar, bunun əksi də mümkündür. Benzol nüvəsi, daha sonra benzol nüvəsi özündən 3 dənə hidrogen qopartsa, siklohexana çevriləcək. Siklohexan özünə 3 dənə hidrogen deməli neyinsə, qarışdırdım, aləm vurdum bir-birinə. Qoyasın deməli, hidrogenləşmədə belədir vəziyyətimiz. Sikloalkan özündən deməli 3 dənə hidrogen qoparandan sonra benzola çevrilir. Benzol da özünə 3 dənə hidrogen birləşdirəndən sonra siklohexana çevrilir. Yəni nə baş verir? Baxın, C6H6 üstünə gəlirəm 3 mol hidrogen, 3 mol H2. Burada alınacaq C6H12. Bunu biraz açıq yazsaq, yəni CH gördüyünüz baxın belə CH, buralarda da CH-larını yazacaq dəyərlər ki, bunun üstünə əgər 3 mol hidrogen birləşdirsək, hər karbona bir dənə hidrogen veririk. Nəticə etibarı nə olur? CH2. Baxın belə CH2-ləri də qəşəng düzürük. Və nə oldu dostlar? Oldu sikloheksan. Qısası sikloalkan almış olduq hidrogenləşdirmək ilə. İndi halogenləşmə məsələsində fikir verin. Bayaqları biz katalizator tətbiq eləmişdik xlorun reaksiyasında. İndi katalizator tətbiq eləmirik. Sadəcə işıq burada baş verəcək. Nə baş verir uşaqlar? C6H6 üstünə gəlirəm. Deməli, xlor 2. Buradan alınır C6H6 xlor 6. Dostlar, 3 mol xloru birləşdirir. Amma H katalizator olmasın ha uşaqlar. Katalizator olmasın. Və bu maddənin adı olur heksaxlor sikloheksan və yaxud da heksaxloran. Bunu bir dənə qapalı, daha doğrusu açıq yazacaq. CH, baxın belə göstərək. CH-larını belə benzol nüvəsi də burada. Üstünə xlor birləşdirəndən sonra müsibət nə olacaq? Baxın, H-nü deyirəm. H-nü işıq deməkdir. Nə baş verəcək uşaqlar? Hər karbona bir dənə mübarək, baxın CH-lar deyildi. CH, belə CH-ları yazaq. Dəyərlər fikir verirsə, burada bir xlor, burada bir xlor, burada bir xlor, burada bir xlor, burada bir xlor və burada bir xlor birləşir və ortadakı həlqə ləğv olunur. Deməli, fərqə baxın. Bayaqlar deyirdik, xlorlaşma məsələsində əgər hansısa bir katalizator iştirak edirsə, fərq yoxdur, ferm katalizator olsun, alüminium xloriç katalizator olsun, orada fikir verirsə, ortadakı həlqə qaldı. Yəni, benzolun törəməsi əmələ gəldi. Amma indi sikloheksanın törəməsi əmələ gəlir. Fikir verin, ortada həlqə yoxa çıxdı. Biz buna heksaxlor sikloheksan və yaxud da nə deyirik? Heksaxloran deyirik. Əvvəllər bu heksaxlorandan bitki ziyanvericilərinə qarşı mübarizədə istifadə edirdilər. Lakin sonra dedilər ki, yox, bu canlılara mənfi təsir göstərir falan filan. Ondan sonra da bunu da sistemdən çıxartdılar. Gələk dostlar, növbəti məsələmiz yanma reaksiyaları. Əziz və hörmətli dostlar, yanma reaksiyaları ümumiyyətlə biz bunu alkinlərdə də demişdik ki, karbon sayı çox idi. Buna görə də hissli alov, məsələn, asetin hissli alovla yanır. Həmçinin bunlar da hissli alovla yanırlar. Dostlar, yanma reaksiyaları bu şəkildə olacaq. CnH2n-6 üstünə gəlirəm. 3n-3 bölünsün 2 qədər oksigen, alınır n dənə karbon qazı və alınır n-3 dənə H2O. Sonra keçək bunların katalitik oksidləşməsi məsələsinə. Əziz dostlarım, bunlar katalitik oksidləşəndə nəyə diqqət edək? Məsələn, götürək biz, nəyə götürək? Benzolun özünü götürək. C6H6 üstünə gəlirəm. Dostlar, katalitik oksidləşmə deyəndə kalium permanganatın təsirinə oksidləşmə nəzərdə tutulur. Bax, belə bir şey deyək, oksigen və bu reaksiyadan uşaqlar nə alınacaq? Heç nə, benzol kalium permanganatı rəngsizləşdirmir. Bəs benzolun əmsi uşaqları, onlar bu işi görürlər. Yəni, məsələn, CH3 deyək ki, bu bizim tolu-ol olsun əzizlərim. Üstünə gəlirəm, belə katalitik oksidləşdiririk gözüm işıqları və buradan nə baş verəcək? Buradan olacaq COOH və benzolun aha da bu nəyi görməsi də sualınacaq tabii ki. Əzizlərim, siz gördünüzsə, yan şaxə bir dəyişimə məruz qaldı. Yan şaxə yoxdursa, yəni benzolda da yan şaxə yoxdur. O zaman heç bir dəyişim olmur. Uşaqlar, bir şeyi yadınızda saxlayın. Benzol və onun homoloqları heç biri bromlu suyu rəngsizləşdirmir. Oldu mu? Amma kalium permanganat məsələsində benzol rəngsizləşdirmir. Amma homoloqları rəngsizləşdirir. Yəni, onların yan şaxası var, yan şaxa belə deməli turşu hissəyə çevrilə bilir. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər.